Əziz dolçalar, xüsusən də yüksələn bürcü dolça olanlar, gəlin görə 2026-cı ildə sizi nələr gözləyir. Əziz dolça bürcləri, 2026-cı ildə öz bürcünüzdə günəş və ay tutulmaları olacaq. Yəni sizin üçün çox həngaməli bir ildir. 2026-cı il həyatınızda köklü böyük dərin dəyişimlər gətirə bilər. Böyük transformasiyalar təcrübə edərsiniz. Bu arada xüsusən yüksələn bürcünüzə qulaq asın, unutmayın. Sadəcə öz bürcünüzə yox, əsas yüksələn bürc proqnozları daha çox tutur. Belə ki, əziz dolçalar və yüksələn dolçalar əsasda 1-7 tutulmalarınız çox güclü olacağı üçün 2026-da evlənə bilərsiniz, ailə qura bilərsiniz, evliliyiniz yaxşı getmirsə düzələ bilər ya da boşana bilərsiniz. Yəni ciddi münasibət və evlilikdən yana böyük dərin dəyişimlər, transformasiyalar təcrübə edə bilərsiniz. Öz görünüşünüz, xarici görünüşünüzlə, seçimlərinizlə və ya bədəninizlə bağlı da dəyişimlər yaşaya bilərsiniz. Bu idmana başlamaq, çəki azalmaq, artırmaq və ya başqa cür xarici görünüşünüzlə bağlı dəyişimlər də eyni şəkildə yaşaya bilərsiniz bu ərəfədə. Bundan əlavə əziz dolçalar 2-8 tutulmalarınız da gedir. Bir çox yüksələn bürcü dolça olanlarda xüsusən də maddi olaraq böyük transformasiyalar artıq başlamışdı. Sizdə də eyni şəkildə bəlkə də başlayıb pulla bağlı dəyişimlər və s. Əgər başlayıb ya da başlamayıbsa 2026-cı ildə bu mövzular gündəmə gələ bilər. Maddi mövzularla bağlı böyük dərin dəyişimlər yaşaya bilərsiniz. Evlənmə ehtimalınız çox yüksəkdir 2026-cı ildə ya da evliliyinizdə dəyişim yaşama. 2026 ya da 27 kimi ailə qurma, evlənmə ehtimalı yüksələn bürcü dolça olanlarda dəhşətli dərəcədə yüksəkdir. Amma yenə də bu sizin doğum xəritənizdən asılı olan bir şeydir. Bundan əlavə olaraq 2-8 tutulmalarında həm öz maddi durumunuz, həm də borc, kredit, başqa yerdən gələn pullar, həyat yoldaşının maddi durumu ya da ortalıq işdən gələn qazanclarla da bağlı köklü böyük dərin dəyişimlər və transformasiyalarda eyni şəkildə təcrübə edə bilərsiniz. Əziz dolçalar, bununla əlavə olaraq Yupiter sizin 6-cı evinizdə, sonra da 7-ci evinizdə olacaq 2026-da. 2026-nın ilk 6 ayında iş həyatından yana olduqca şanslısınız, gözəl enerjilər özünü göstərir. Sağlamlıqdan yanında şanslar ola bilər, şəkərə qarşı biraz ehtiyatlı olun. Bundan əlavə ev heyvanları və s. də yana şanslı dönəmdir. Lakin ilin ikinci 6 ayında sizin Yupiter 7-ci evinizə keçəcək və bu ərəfədə ciddi münasibət, evlilikdən yana çox şanslı dönəmdəsiniz. Ona görə də bir çox dolça ya günəş ay tutulmasına görə, ya Yupiterin 7-ci evinə keçməyinə görə tak deyə evlənə bilər. Dolçalardan yəni evlənmə potensialı çox yüksəkdir 2026-cı ildə. Hətta 2026-cı ilin ən yüksək evlənmə potensiallı bürcü dolça bürcüdür, sözsüz ki. Bundan əlavə ya da ciddi münasibətə başlama ya da evliliyində dəyişim yaşama, bəlkə xeyirli bir evlilik deyilsə bu boşanma da ola bilər, amma bu mövzular gündəmə gəlir. Bundan əlavə əziz dolça bürcləri, Saturn sizin 3-cü evinizə keçəcək. Maddi olaraq 3 ildir davam edən bəzi sınaqlar, zorluqlar, mübarizələr bitir və rahatlayırsınız. Qohumlar, qonşular, yaxın çevrə, qardaş bacı ilə biraz problem yaşaya bilərsiniz. Qarşıdan gələn 3 il ərzində, amma artıq pulla bağlı daha az problem yaşayarsınız ya da yaşamazsınız. Ehtimal ki. Əziz dolça bürcləri, bu şəkildə. İndi gəlin görək, görək bəs aylarda nələr olur. Əziz dolçalar, yanvar ayında həyatınızın əsaslı mövzusu özünüz, görünüşünüzlə əlaqədardır. Yanvarın 23-dən sonra biraz mübarizə verəcəyiniz bir dönəmə girəcəksiniz. Amma yanvarın 17-sindən sonra sevgidən və puldan yana çox daha şanslı və gözəl bir dönəmə girəcəksiniz və maddi durumunuzda artışlar ola bilər. Fevral ayına baxdığımız zaman və yanvar ayında özünüzü çox qəşəng hiss edəcəksiniz. Xüsusən də 17-sindən sonra. Fevral ayına baxandasa ciddi münasibətlər ən əsasda pul gündəmdədir. Yəni bir münasibətlə bağlı dəyişim və s. də ola bilər, amma ən əsaslı fokus nöqtəviz pul, maddiyyat, maddi durumlar ola bilər bu ərəfədə və bununla yanaşı da fevral ayında həyatınızda puldan yana çox bərəkətli bir dönəmə girə bilərsiniz. Maddi durumunuzda çox bərk bir şəkildə artış elə fevralda yaşana bilər ya da fevraldan sonra marta doğru yavaş-yavaş arta bilər. Düzdür, martda bir dönəm maddi olaraq çox yaxşı deyil. Martın 2-sindən aprelin 9-una qədər. Amma ona baxmayaraq yəni çox gözəl şanslı enerjilər var və ümumiyyətlə 2026-da şanslı enerjilər yüksəkdir də. Saturn 2-ci evinizdən keçir sizin üçün. Ona görə Allah uzağın martın 2-sindən aprelin 9-una qədər biraz sıxıntı, bəlkə biraz mübarizə ya da daha çox əziyyət çəkmə ola bilər. Amma yenə də şanslısınız. Fevralda bərəkətlisiniz olduqca. Sadəcə dediyim kimi biraz o yan bu yan var, amma apreldən sonra
artıq ciddi çox daha rahatlayacaqsınız maddi olaraq. May aylarına baxdığım zamansa, bu arada apreldə xaricə getmək falan istəyirsinizsə yaxşıdır. Qohum-əqrəbə, qonşu, qardaş, bacı ilə xüsusən aprelin 9-dan sonra biraz mübarizələr, gərginliklər yaşaya bilərsiniz. Aprelin 24-dən sonra sevgi, eşq ya da uşaq mövzularında çox şanslı bir dönəmə girirsiniz. May ayına baxdığım zamansa, may ayında karyera və ailə əsaslı fokusunuzdur. Evdəkilərlə biraz dava-dalaş, gərginlik ola bilər, əgər kimlənsə yaşayırsınızsa. Amma karyera mövzuları gündəmdədir və iş mövzularında par-par parıldaya bilərsiniz. İyun aylarına baxandasa yenə sevgi, eşq bol-bol gündəmdədir. İyunun 13-dən sonra eşq enerjisi dəhşət zirvəyə qalxacaq. Sizin üçün yəni həyatınızın eşqini belə tapa bilərsiniz. Amma iyunun 30-undan sonrasa direkt Jupiter sizin üçün evlilik və eşq evinizə, yəni ciddi münasibət evinizə keçir deyə iyunun 30-undan sonra ümumiyyətlə, yəni düz 2027-nin yayına qədər dəhşətli bir eşq, evlilik, yəni ciddi münasibət ya da ortaqlıq işdən yana şanslı enerjilər var. Amma iyunda bol-bol gündəminiz sevgi, eşqdir. İyunun sonlarına doğru yuxularınızdan daha çox xəbərlər ala bilər, 6-cı hissləriniz güclənə bilər. İyul aylarında həyat yoldaşınızın qazancı və s. varsa burada bir artış yaşana bilər. Borc kreditlə bağlı gözəl enerjilər var, həll ola bilər. Biraz iyunun 23-dən sonra iş həyatında bir damcı mübarizə verə bilərsiniz. Avqust aylarına baxanda xaricə getmək, gəzmək, səyahət etmək üçün əladır və avqustda evlilik, ciddi münasibətlə bağlı və maddi durumunuzla bağlı önəmli bir aydır. Sırf o ayda nəsə olar, olmaz əmin deyiləm, amma olsa da olmasa da ümumiyyətlə 2026-da ehtimal ki olacaq, əgər xüsusən də yüksələn bürcünüz dolçadırsa. Sentyabr ayında karyeradan yana ondan sonra yüksəliş uğurlar, nailiyyətlər qazana bilərsiniz, gözəl gelişmələr ola bilər. Sentyabrın 28-dən sonra biraz münasibətlərdə gərginliklər ola bilər. Oktyabr ayına baxanda, oktyabrda 3-dən sonra karyerada biraz mübarizələriniz olacaq, amma bu noyabrın 14-dən sonra bitəcək və əksinə daha şanslı dönəm yavaş-yavaş başlayacaq. Buna əlavə olaraq oktyabrda bol-bol karyerada parıldama, işıldama da var. Noyabr ayında iş həyatı bol-bol gündəmdədir. Noyabrın 14-dən sonra xaricə getməklə bağlı ekstra gözəl şanslı enerjilər var. Noyabrın 25-dən sonra çox daha seksual enerjinin yüksək olduğu, amma biraz da borc kreditlə bağlı mübarizə verə biləcəyiniz bir dönəmdə olacaqsınız. Dekabrın 4-dən sonra karyeradan yana möhtəşəm bir dönəmə girirsiniz. Olduqca uğurlu, şanslı enerjilər var və dekabrın 20-sindən sonrası biraz daha öz içinizdə, şuuraltınızda, ruhani dünyanıza yönələcəyiniz bir ərəfə başlayır. Düzdür, yeni il lakin sosiallaşarsınız, amma daxili dünyanız və mənəviyyətiniz də olduqca, belə deyim də, gündəmdə ola bilər. Bundan əlavə olaraq 2026-nın bəzi şanslı tarixlərini sizə demək istəyirəm. Bunlar 6-sıdır. Manifestlər üçün gözəl bir vaxtdır. Yanvar ayının 6-sı. Yanvar ayının 8-i seksual enerji yüksəkdir. Yanvarın 22-sindən düz fevralın 3-nə qədər, 2-sinə qədər biraz ehtiyatlı olun. Travmatik və gərgin enerjilər var. Fevral ayında zaten sizin öz bürcünüzdə bir tutulma olur. Biraz böyle köklü bir enerji dəyişimi deməkdir bu. Mart ayına baxdığım zaman isə 7-si sevgi ilə bağlı manifest eləmək üçün əladır. 19-u ümumiyyətlə ritual manifest dua üçün mükəmməldir. 3-ü də çox yaxşıdır və bundan əlavə olaraq 22-si ilin ən ruhani günüdür. Yəni nə etsəz ruhani olaraq daha güclü işləyə bilər. Aprel ayı da iddialı, gözəl, güclü enerjiləri özlərində daşıyır. Zaten ekinoksdur, yəni bahar başlayır. Onun enerjiləri də sizdə belə müəyyən qədər canlandıra bilər. May ayına baxdığımız zamansa may ayının 14-ü manifestlər üçün əla bir tarixdir sizin üçün. May ayının biri də iş həyatı, karyera, belə mövzularla bağlı rituallar manifestlər üçün ekstra güclüdür sizin üçün. İyun ayına baxandasa 9-u çox şanslı, bərəkətli bir gündür. Yaxşı dəyərləndirin. Manifestlər bir şeylər edin, yardımlar edin, nələrsə. İyul ayında qoyuruq bir kənara. Avqust ayına baxırıq. 27-si manifest ritual üçün yaxşıdır. 28-i rituallar üçün əladır. Oktyabr ayının 24-ü sevgi, eşq enerjisi çox yüksəkdir. Dualar daha sürətlə qəbul olur. Noyabrın 4-ü ağzımızdan çıxan sözlər daha tez gerçəkləşə bilər. Noyabrın 9-u ruhani enerjilər çox yüksəkdir. Yuxular xəbərçi ola bilər bəlkə də. Dekabr ayında isə 11-i xüsusi spiritual ruhani gündür. 24-ü də olduqca dəstəkləyici mənəvi enerjilərin yüksək olduğu bir gündür. Əziz dolça bürcləri, ən yüksək xeyrinizə xidmət eləsin 2026-cı il. Əgər videonu bəyəndinizsə bəyənməyi, komment yazmağı və ya dostlarınızla bölüşməyi unutmayın. Ən yüksək xeyrinizə xidmət eləsin. Sağ olun, salamat qalın.